bir olsun. Hamısı bizim üçün əzizlər olmalı və özünüz də bilirsiniz ki, biz onlarla necə hər birinə individual olaraq yanaşırıq. Bu yolda eyni zamanda heç vaxt unutmuram, mənimlə birlikdə çalışan, bir çətin illərimizi birlikdə bölüşdüyümüz əməkdaşlarımız var. Mən heç vaxt Azərbaycanı tək öz üzərində yox, onlara həmişə demişəm. Sizinlə birlikdə Azərbaycanı var. Yəni tək mənimlə bu iş təbii ki, baş verməzdir. Çox olmamıza, həqiqətən bu gün həyəcanlıyam, yəqin ki, biraz başa düşərsiniz. Biz hər gün biz asılı şey dedik. Təbii ki, bizim konspektimizə uyğun bir prosedurdur. Yəqin ki, başa düşərsiniz. Biraz zəif və ya güclü təşkilatçılığımız oldu. Biraz o anlayışınızı təbii ki, sizdən gözləyirəm. Çox olmamıza, bu 5 il ərzində mümkün olduğu qədər işimizi keyfiyyətli, peşəkar və qanunun çərçivəsində görmək üçün maksimum çalışdıq. Yəni, vuruşduq, belə deyək. İnanıram ki, bütün sahibkarlar bizdən, bu işimizdən razı gedirlər. Hər zaman bizimlə əməkdaşlıq etməkdən fəxr edirlər, qürur duyurlar və bunun da nəticəsi olaraq hər birisini araraq təşəkkür edirlər ki, hər zaman bizi hər yerdə necə deyirlər, bir tərif edirlər və eyni zamanda biz məsləhət edirlər dostlardan, yaxınlardan ki, yəni çünki bizim işimiz həqiqətən çox məsuliyyətli və çətin bir prosedurdur. Çünki nəzərə alaq ki, hər kəsin biznes məlumatları və eyni zamanda biznes hesabları bizim nəzarətimizdə olur. Biz istədik ki, bugün tək bizimlə bu günümüzü bölüşmemiz, eyni zamanda bizim post şəraitini və eyni zamanda bizim təhlükəsiz necə iş səviyyəmiz varsa, bununla tanış olasınız. İnşallah indi biz açılışımızı yekununda hər birinizi bizim iş otaqlarından və eyni zamanda iş prosedurundan tanış olmanıza dəvət edəcəyik. Bu qədər yolda çox